gördüm ki hamı pencəkdədir. Mən də kurtkadayam. Dedim, ay yaxşıdır da prezident orada durub kostyumda, mən kurtkada çıxım. Kurtkanı çıxartdım ki kimə verim, gördüm hamı ministerdir. Hamı nazirlər. İndi mən kimə verim onu, deyim bunu saxla, mən gedirəm ora. Təzədən geyindi. Ay Allah. Getdim. Lazım benim alemdir. Cənab İlham Əliyevin yanına dedim ki, cənab prezident, mən biraz xəstəyəm, sağla, bağışla onu. Dedi, ay, yoxdur. Sonra mənə qayıtdı ki, Rasim müəllim, sən Jivoy Nəsimisən daha sən. Bu heykəl necədir? Belə mən də baxdım. Bu rəssamlar da, bu Fərhad Xəlilovun rəssamlarıdır. Bunu heykəl təraşları düzəldirlər bunu. İndi prezidentin razılığın gözləyirlər ki, bunlar qanararı alsınlar, pul alsınlar. Bu, məsələn, desə ki, pisdir, batdı da bunlar. Desə ki, yaxşıdır, artıq gedib pullarını ala bilərlər. Dedim ki, cənab prezident, çox yaxşıdır, amma deyəndə belə baxdım, gördüm, bunlar ağardı. Nə amma dedim ki, valla, belə bir söz, onu fikirləşmədim, o Allah göndərdi. Dedim ki, cənab prezident, film zat da çəkilmir. Elə yaxşı pul versələr mənə, səhər gəlib duraram burada, axşama kimi. O da bəkdən güldü. Bu adamlar dedi ki, elə bildilər, mən anekdotla danışmışam. Güldü belə, ürəkdən güldü. Dedi ki, yəni o sözlə də çatdırdım ki, kino çəkilmir. Bəli, bəli. Biraz daha belə.